Azerbaycan Radyosu'nun Kızıl Fondu. Xalq yaradıcılığı. Bulaq. O vaxt idi, su kimi axıb gedirdi. Qar üstə ləpirləri qalırdı, sonra bu ləpirlər də dolurdu, unudulub gedirdi. İnsan elə biləsən zamanın yaddaşı kimi yaranmışdı. Yaxşını pisi yığıb, yığışdırıb saxlayırdı, ağı ağa yaraşdırırdı, qaranı qarıya. Vaxt, zaman torpağa qar yağış kimi yağırdı. Gül çiçək kimi, leylək torağay kimi enirdi. İnsanlar vaxtı zamanı təkcə ömürdən ötüşəndə bilirdilər. Elə ki arxada, ömrün əl yetməzində dağ misallı cavanlıq qalırdı. İncə belli gözəllik qalırdı. Bax, onda insanoğlu inanırdı ki, başı üstdən hər payız ötüşüb gedən leyləklər, durnalar, torağaylar deyil, vaxtdı, zamandı. Bir aqil keçirdi, saç saqqalı dümağ idi. Əlin sinəsinə döyürdü, bax burada çox söz yatıq deyirdi. Gözlərində günəş qürub eləyirdi, üzündəsə ay aydınlığı deyilən bir nur vardı. Gedəcəyimiz sabah idi bu aqilin rəngi rufu. Eyzən təmizlik, qar saflığı vardı. Hə, sən demə bu da vaxt imiş. Vaxtın pak, saf üzüymüş. Dedikodu, hərbə həmədan, döyüşdanlaq görməmiş üzüymüş. İstəsən bir para kağız elə, 7 üzə çevir, oxu bu zamanı. Bir üzündə gül ləçəyi gözəllər dururdu. O gözəllər ki, köylü alça çiçəyi tək safdı, ləkəsizdi. Gözü dumduru bulaqdı. Sözün qısası, saflığımızdı, təmizliyimizdi. Çör kağızın o biri tərəfini, nə görəsisən? Görəsisən, yelmar hörüklü atlar çapır, İnsanlar da bu qaçaqovda, tələm-tələsilikdə tapdığını itirir, gördüyün unudur. Vaxtın, zamanın bu üzündə yaxşı ilə pis, doğru ilə əyri, böyür böyrə səyirdir atını. Bir iş var ki, vaxtın üstünə qar təmizliyi yağır elə bir ucdan. İnsanoğlu belə baxar, belə görər, əvvəl-axır bircə qərarı olar. Dünyada yadigar, amanat sözdür. Söz dedin, yaxşı əməl işlətdin, qalır. Özgəsi havayı şeydir. Yoxsa dünyaya ötəri baxıb keçməyə nə var axı? Ötəri baxış qar üstə düşən ləpir kimidir. Yağıb örtəcək o ləpirləri. Digəl söz elə yerdə özünə yurt salır ki, dünyanın qar yağışı, şaxta boranı ona əsər eləməz. Söz əhli, 100 illiklərin daş qalaları arxasından boylanıb özün nişan verər. Söz uğruna bağlı yollar açılar. Düzəlməz işlər düzələr. Söz təkcə ustadından soraq verib də qalmır. Yaxşıdan yamandan, halal haramdan danışır. Zamanın hər küykələyinə, qəzo qədərinə hazır olmağı tapşırır. Deyir ki, ayıq sayıqdır bu vaxtın qabağında. Dedim könül, nanəcibdən kənar gəz, sönməz ocaqlara çatacaq səni. Gen günündə dostam deyib içəcək, dar günə düşəndə satacaq səni.
Nanəcib yaltaqla çıxmayla yola, başına açacaq bulunmaz bəla. Qulağın kəsməklə qurd olmaz tula, zatından xaindir, tutacaq səni. Növrə siman, olma sadədir əfkar, qarğa laçın olmaz, haylə şikar. Bədəsil gözəldə olmaz etibar, düşmən bazarında satacaq səni. Qədir baba yer yurdun bu yaşına söz yaraşdırar. Dağlar qarrandı, torpaq xarrandı. Ulu olmuşun elə biləsən əlləri geyişər torpaqdan sarı. İstər xışmalayıb ova tökə, illah da xam torpaq görə. Bilirsən bunun nə buğdası olar? Barmaq. Sonra nəsə yadına düşər, biraz toxtuyar, qar uçqunu tək dağ başından dərəyə inib, səngiyər. Xam dayça, xam bez, xam torpaq. Torpaq bir ayrı şeydir, hər şey, ayrı şeydir. Torpaq adamı çəkir, Bu əllə, bax, bu əl kimidir. Hərrənir, girrənir, axır bir-birinin gərəyi olur. Bir il torpaq əksən, deyir 7 il o yer səni çəkər. 8-ci il ta torpaqdan bilmə. 7 il. Hara getsən o torpağın ətri ardınca düşüb gəzər. Görərsən yarpuz miyana iyisi gələr. Baxarsan ay balam bunlar hardan gəlsin? Birdən bilərsən ki, bu həmincə torpağın ətridir. Yazdı da bə nədir? Düşüb gəlib ki, gedəsən o yerlərə bir tumar çəkəsən. Torpağın da yalı tumarlandı, dönər bədöy ürkiyə, çığnıyıb nəy varsa çıxardar üzə. Qısır qayaları göyərdər istəsən. Torpaq bir ayrı şeydir. İnsan oğlu bir də torpaqla ülfətin qayımlığına inandı. Çəkib şumlayasan, bağrın yarasan torpağın. Torpaq bir bağlı ürəkdir. Sürdün, söz açılar sana. Onda əyil bu sürülmüş torpağın ətrini al. Ətri əmbər ona deyirlərdən Bax, onda biləsən ki, yer ayağın altda döyünür. Torpaq ilmüdam xamdayça kimi cilov gəmirir. Hər yaz cıdır havasına oyur oynuyur. Oğul deyərəm, onu cilovlayıb minəsən. Ömür də budur da, nədir? Vay! Ay aydınlığında durub sürəsən, gün üzünə tərin torpağa qarışa, yorulub düşəsən. O yanlandakı şumçular çağırar. O Qədir, bir toxta ki, gəl bir qısmat çörək kəs. Ya da sən çağırasan. Kallar dura, böylə dırnaqları gümüşü, buynuzları qırmızı baxıb öyləsən. Ömür də budur dayna, ay sağ olmuş mənədir. Vay! Torpağı arat eləyəsən, çöl quşları da daraşa, gəlib çiyninə qona, deyəsən ay heyvan, göz ver, macal ver, kallar qarğanı buynuzluya. Neynəsin sağ olmuş, neynəsin, hərə öz ruzusu götürəsin.
İndinin indisinəcən Qədir kişi bu yerlərdən ötürü darıxır. Durub bir qədəm gəlir Qaraçı bulağının üstünə. Yol uzunu, huş-kuş olar kişi. Yəni xəyal çəkər. Qonumu, qonşusu, o adamlarla ki vəfalı günlər keçirib, bir gəlib düşərdi yadına. Qədir kişi bir də ömür buna deyərdi. Gərək dönüm yada salasan, onlar gedib, sən qalırsan. Söz yox, hərə öz haqqını yaşayır. Amma yenə baxma, gərək dəm-bədəm yada salasan. Gedənlər unudulsa, hesab elə o illəri sən heç yaşamamısan. Bəs nə deyir? O vaxtları dar axşam Cuvar Çəpərin o tayından xəbər elərdi. An iftalı kişi, hey, an iftalı kişi. Nədə, nə var ha bala? Axşamın xeyra kişi. Sabah gün dönəndən sonra su sənindir, get aratını elə. Su can ömrün olsun ha. Niftalı da belə deyərdi. Qədirin qonşusuydu, bir fağır adamıdır. Arazqırağı torpaqlar da adlanıdır. Teşnək, Şorca, Arçalı, Lələ. Bəs bu adlar necə yarandı? Baş ağrısı olmasın, bir nağıl eləyim, birini deyim. Deyir buralar Elatın qışlaq yerləriymiş. Köçəri cəmaat gəlib burada düşər, qışlayıb yayı diklənərdilər dağlara. Bir toy olur bu qışlaqda. Bayram kişinin qızı Gülçiçək, Əşrəfin oğlu Buluda gəlin köçür. Deyir ay keçdi, il dolandı, bu iki cavanın zürriyyəti olmadı. Pərişan gəzib dolandılar. Bir gün Gülçiçək dərdini dağıtmaq üçün kümədə bir yüyürü yazmışdı. İçinə də bir qara daş qoymuşdu. Ta nə olacaq? Bir qədəm sonra sənəyi götürüb gedir Arazdan su gətirməyə. Qayıdıb gələndə kümədən uşaq səsi gəlir. Görür yüyürükdə bir uşaq. Bağrına basıb oğudur. Bu uşağın adını qoyurlar Lələ. Ləliyə Layla deyəndə Gülçiçək belə deyib yatırdırmış. Lələyəm mən, başdan mən, yemərəm hər aşdan mən. Nə atam var, nə anam, yaranmışam daşdan mən. Uşaq böyüyür, bir neçə yaşına çatanda saxlamaq mümkün olmuş. Əllərindən gedir. Gətirib Lələni Arazqırağı qəlbi bir təpədə torpağa tapşırırlar. Bu yerə sonralar yerli cəmaat Lələ dağı, ətraf torpaqlarasa Lələ düzü deyirlər. Niftalı kişi də qış əratına Lələ düzünə gedəsi olur. Bu da 3 ağaclıq yol ola olmuyor. Çağırıb arvadın deyir ki, Agül Nisey, aratı xoruzbanı qutarasıyam. Mən gəlincə qırını qırdes elə, yəni süfrə tədarükü gör. Hər şeyi hazır elə. Deyib də düzəlir yola, gəlib çatır. Təzə aşılı göndən çarığı varmış bunun. Deyir, hayıfdır istanar. Çıxardıb bükür. Hara qoyum, hara qoymayım. Çuxanın ətəklərini tokkuya sancır, arxadan çuxa torbalanır. Deyir, ən etibarlı yer elə budur. Qoyur çarıqları çuxanın torbasına. Suyu açır yerin üstə, aratı qutarıb ayaqların yür ki qayıdıb gələ, çarıqları tapanmır. Ay çarıq orada, ay çarıq burada, çarıq nə qayrır hə? Yaman heyfslənir. Üstəlik də qış günü, 3 ağaclıq yolu get ayaq yalın, get görüm də necə gedirsən. Nəsə,
kör peşman gəlib yetişir evə, elə çuxasını çıxardır ki, çırpa, çarıqlar düşür. Deyir, patronla şeytan yiyəsin. Niftalı kişi Qədirin qonşusuydu. Fağır bir adamıdır. Mehraj dayı deyəni o vaxtın hökmü bəyin idi. İstəsəydi ağ yazardı, istəsəydi qara. Bir kərə bir kəndli kasıblayır. Oğlu uşaq yanında xəcalətli qalır. Ümidi tövlədəki kələ gəlir. Açıb başıplayır, çəkir bazara ki, satıb xərclik eləsin. Bazarlıq eləyib aparsın. O vaxtın bəylərindən biri görür, kəndli kəl əlində istəyir qorxuzub kəli ələ keçirə. Deyir, bu kəl hardandır səndə? Deyir, özümünküdür, satıram. Satırsan? Neçiyə? 10 put taxla. Belədir dana, gəl onda sənlə şərt kəsək. Bax, əyəmləri, sənin kalın, mənim kalıma güc gəldi. Hər iki kal sənindir. İşte tersine olsa onda kaldan gözünü çək. Kasıb ürəyində deyir, işə düşmədi. Amma neynəsin? İndi durub deyə ki, yox, abəy döyüşdürmürəm. Bir məğlətə salacaq, şər atıb kalın başını yiyəcək. Nəsə, ya bəxt deyib razılaşır. Bəy də öz kəlinə arxayınmış. Deyir, bütün qışı tutmuşam bunu kişmişə. Cığınadacaq bu saatları. Kəlləri buraxırlar. Kəl də kəldir də. Adam da öyle qana ki, bu qabağındakı bəy kəlidir, güzəşt eləyər. Bir o yana, bir bu yana, kasıbın kəli bəyin kəlinə güc gəlir. Bəy belə görüb adamlarına göz eləyir ki, keçin arxadan kasıbın kəlin döyüb yıxın yerə, yoxsam kəlim əldən getdi, tez olurlar. Əli payalılar keçib, döşənirlər kasıbın kəlinə. Kasıb yazıq neynəsin, desin vurma. Çarəsi kəsilir, qayıdır iki başlı. Kəli döyməyin, kişilər, insafınız olsun. Nainsafın kəli qaçar, qurban olum, döyməyin da bu kəli, döyməyin. Kimə deyirsən? Bir ucdan şarap başarapdır. Kasıbın kəli döyülüb canından ası olur. İrəli cumu bəyin kəlin dalı oturdur. Yıxıb cığnıyır bunu. Ta yıxılan kal mı durub döyüşərə? Bəyin kəli girəvə tapan kimi durub götürülür. Meydanda qalır kasıbın kəli. Kasıbın kəli bir də əli payalılar. Kasıb qayıdır ki, insafsızlar. Mən nə dedim sizə? Demədim mi döyməyin? İnsafsızın kəli qaçar. Artıq söhbət yeri döyüldü. Kasıb keçib kəlin başı ipləyir, çəkir dalısınca. Gələ dedi. Gələ. Dədəm nənəm sağ qurban. Sən məndən qeyrətli çıxdın. Ta satmaram səni. Gəl görüm
Sonra da 3 yarpaq bayatı düşər yada. Əzizim belə dağlar, nə baxar belə dağlar? Bilən olmaz dərdini, yatar bel-belə dağlar. Əzizim uman gələr, dağlara duman gələr. Küsüb məndən gedən yar, var hələ güman gələr. Əzizinəm ayranı, yemək olmaz ayranı. Qisməti həsrət olsun səni məndən ayranı. Naxçıvanın Sədərək elində Əli adında bir el şairi olur. Şair aşığında başı il uzunu sevda qovğasında olar. Bu Əli də bir gözəlin həsrətlisiymiş. Bir iş var ki söz çox olanda dil qıfıllanır. Bu aşıq məşuqun da dərdi beləymiş. İllər uzunu sevdaların bəyan eləyən millərmiş. Axırda bu sevda doğrudan doğruya Əliyə dərd olur. Salır onu yorğan döşəyə. Görənlər inanmır. Əli axırda dad eləyir ki, a kişilər, rəngimi yar saraldıb qızdırmadan bilərlər. Nəsə, o məqama gəlib yetişir ki, Əlinin halı pisləşir. Bu xəbər gəlib yetir onun istəklisinə. Deyir, sevda hər şeyə doğdu. Qız atır utanmağı bir qırağa. Durub gəlir Əlidən xəbər tutmağa. Deyir, ay Əli, mən səninəm, getmə, qal. Əlidə daha o hal yox idi. Deyilənə görə o vaxtı Əli istəklisinə bir ərzihal eləyir. Həmin ərzihaldır ki, o vaxtlardan bu vaxtlara yadigar qalıb. Əlinin istəklisinə yetirdiyi ərzihalı Naxçıvanlı dinləyicimiz İsmail Baxşəliyevin dilindən eşidəcəksiniz. Vəfalı bilib sənə pənah gətirdim. Həsrətinlə ömrü başa yetirdim. Sənin üçün mənliyimi itirdim. Bundan belə mənə atsan nə lazım? Loğmanımıdın, mənə dərman etmədin. Alışırdın, fəryadıma yetmədin. Həyat yolun mənlə qoşa getmədin. Ağlamaq, sızlamaq sondan nə lazım? Ömrümü kədərlə vurmuşam başa. İstərəm həyatda sən xoşbəxt yaşa. Mən qurbanam sənin kimi sirdaşa. Mən varkən sənə qurban nə lazım? Eşqində ah ilə keçibdir yaşım, bəlalar çəkibdir bəlalı başım. Əzrail həmdəmin məzar yoldaşım, dərd içində dərdsiz gəzmək nə lazım? Şad günümdə qəmin kəsir qabağım, əlinlə söndürdün ömür çırağım. Son mənzildən gələcəkdir sorağım, çarəsiz dərdimə loğman nə lazım? Axtarıram, çara tapa bilmirəm, çıxılmaz dərddəyəm, yata bilmirəm. Ömür keçib ona çata bilmirəm, məhəbbət dərdinə dərman nə lazım? Xanxanım oğluyam, Əlidir adım, pis vaxta gəlmişəm, yoxdur imdadım. Xanlar bəylər, hər eyləməz muradım, məcnun olan şəxsə divan nə lazım? Eldə belə bir yanıltmac gəzib dolaşır.
Dünən dağda dan düşəndə Dadaş dayım danışıb dedi. Dağıstanın dalaşqan danaları damın altında dolaşırdılar. Dedi göz olun danalar dağa dırmaşmasın. Dalaşqan danaları daşlayıb daldakı dama doldurun ha. Beləcə deyib döşünə döyənləri sınağa çəkərlər. De görüm, hünərim var, de, dilin çaşmasın. Bax beləcə. Elə sözümüzün bu məqamında vaxt yel qanatdı atını qarlı dağlar başından endirib gələr. Deyər, halal ümmət çağıdır. Biz də deyərik, vaxtınız xeyir işlərə sərf olunsun istəylilər. Yarıyıb yaşıllayasız. Bulağın bu yığnağını qələmə alan ağalar Mirzədir. Yaxşı saatlarda görüşək. Sağ olun, sağlıqla qalın. Azerbaycan Radyosu'nun Kızıl Fondu.